Salam əziz izləyicilər. Biz birlikdə qardaşım var ikimiz evimizi bəzəyəcəyik. Yeni ilə görə evimizi bəzəyəcəyik. Yolka, şarları tavana yapışdıracağıq. Qardaşım da bu işdə mənə kömək edəcək. Başlayaq. Şarları şişirdikdən sonra şarları tavandan asmaq üçün iki tərəfli skotçdan da istifadə etmək olar. Amma kimin iki tərəfli skotç yoxsa adi skotçdan istifadə etmək olar. Göstərirəm indi hansı qaydada yapışdırırıq. Hal-hazırda etdim. Bunun burasını yapışdırırıq bura. Tavandan asmaq üçün bu hazırdır. İstəsəniz bu qaydada bəzəklər də asa bilərsiniz. Ümid edirəm ki, əl işimizi bəyənərsiniz. Qarşıdan gələn əmrəlik ilə yeni ilinizi təbrik edirəm. Videomuzu bəyənib mənə dəstək olmanızı istəyirəm və xahiş edirəm.